Herkese salam. Bu bizim ilk vlogumuzdur. Sizinle bugün tema açılış eləyəcəyik. Başlayaq. Biz artıq açma işləminə başlamışıq. Maraqlı şeylər var. Aç Fatimə. Bu da mənim qızımdır, böyük qızımdır. Burada sumka hazırlamışdık. Anam üçün. Mama sumka istəmişdi. Burada dəmirdir belə, dəmir güzgü kimi. Aç Fatimə, bunu da belə aç. 10 manat falan civarında almışdıq. Yəni qiymətinə görə normaldır keyfiyyəti. Amma bundan da yaxşı ola bilərdi. İçi zamokludur. Aç. Bir dənədir, yəni içində başqa zamakı yoxdur. Bir dənə böyük. İçi çox gözəl quruşur. Boşluğu var. Sadəcə olaraq genişdir. Hər bir şey, yəni atıb istifadə eləmək olar da. Bu belə. Bunu ikinci bunu keçirik. Bu belə mənim paltarımdır. Fatimə üçün zakaz eləmişdik. Dəstdir bu. İkili dəstdir. Şalvarı. Bu da koftasıdır. Koftanı da tut baxaq. Belədir. Arxası da belə. İndi əynində də çəkib yerləşdirərəm. Materialı sürüşkən materialdadır. Tam sintetik deyil, yəni yayda geyinmək olar, çünki açıqdır da. Kofta bağlı olsaydı məncə hava keçirtməzdi. Amma bu formada olduğuna görə məncə qəşəng dəstdir. Rəngləri də qəşəngdir. Yəni əynində duruşunu çəkib qoyacağam sizin üçün. Əynində də bu cür qalır. Məncə duruşu qəşəngdir. Həm də optimal variantdır. Yəni geyin get. Əynində duruşu çox gözəldir. Məncə yaraşdı. Fatimə, fırlan balam. Qəşəng. Nasıl? Bir də belə balaca sok çəkən kimi, mikser kimi bir şey zakaz eləmişdik. Üstündə də yazılır. Balaca sok çəkən. Açıq görək necədir. Bunun içində nələr var? Belə bir qabıdır. Başlıq. Qapağı. Yüzbüsü də var. Nə maraqlı. Çox qəşəng görünür məncə. Tam əsl balaca çox çəkəndə. Buradan basanda işləyir. Burada yüzlü yeri də var. Çox qəşəngdir məncə. Çox qiymətinə görə 8 manat, 9 manat civarında almışdım. Məncə yəni o qiymətə çox yaxşı olan bir şeydir. Həm də burada da yedək parçaları var. Qapaqlı. Çox gözəldir. Yüzlü ilə də işləyir. Zərətkaya yəqin qoyuruq, sonra işlədirik. Allahım, bu nə? Buradan basanda işləyirmi? Özüm də qorxdum. Bu hazır vəziyyətdədir. Hazır vəziyyətdədir. Bu buradan necə çıxır? Burada açıb bağlama düyməsi var. Burada da yüzbü yeri var. Bunda çəkib buna da tökmək olar.
Məncə işə falan götürməyə çox yaxşıdır. Qapağı yaxşı bağlanmır amma. Yəni bilginiz olsun. Onu düzəltmək lazımdır. Aha, tam bağlandı. Belə bir vəziyyətdədir. Materialı plastmasa oxşuyur, akrilik kimi bir şeydir. Yəni şüşə deyil. Amma qiymətinə görə vəziyyət, yəni məncə çox yaxşı bir məhsuldur. Ayaqda da belə qalır. Mənim ayağım indi böyük olduğuna görə belə görünür. Ama çox rahat bir ayaqqabıdır. Çox rahat bir tərlikdir. Əsl yayınmalıdır. Yəni belə desək. Burada digər paketimizdə görək nə var. Bunun içində də uşaqları üzgüçülüyə qoyacağım. Oradan uşaqlar üçün, belə oğlum üçün başa su keçirməz belə papaq sifariş vermişdim. Məncə yaxşıdır. Həm də burada mən belə görməmişdim üstündə heyvanlar olan. Uşaqlar üçün məncə belə daha maraqlıdır başlarına taxmağa. Ona görə Temudan zakaz elədim, sifariş verdim bunu. Məncə yaxşı görünür. Uşaqlar üçün maraqlı olduğuna görə oradan zakaz elədim. İndi isə digər paketimizi açaq. Onun içində Fatimə üçün sifariş verdiyimiz paltar olmalıdır. Belə yay paltarlara sifariş vermişdik uşaqlara. Yarısı gəlib, yarısı isə yoldadır. Belə görünür. Fatimə indi geyinib göstərərsə. Belə sadə, rahat, gündəlik geymək üçün məncə optimal variantdır. Şən görünür. Üstündə kurdeliləri var. Şirinin görünür məncə. Belə. Əyində də belə görünür. Tam əyninə oldu. Tam razmeri vurmuşdum. 10-11 yaş. Əyində yaxşı qaldı. Bir də onu demək istəyirəm ki, ipləri uzunuydu. Fırlan Fatimə. Onu yuxarıdan bərk etmişəm. İpləri uzun olanda biraz daha açıq qalırdı deyə belə məncə daha yaxşı görünür. Bu da belə. Bu da bir digər sifarişimiz. Bunun içində aksesuar olmalıdır. Balaca bir şeydir. Burada da saç tokasıdır. Düzdür, bu mən yəni heç xoşlamıram bunu, çünki bu saçlar çox yolur. Qabaq hissədəndə, yəni çox istifadə edəndə saçları əməli başda tökür. Amma görünüşü qəşəngdir. Məncə qiymətinə görə çox qəşəngdir. 3 manat, neçə qəpik isə civarında almışdım. Qiymətinə görə məncə çox gözəldir. Muncuqları da çox gözəl, keyfiyyətli, yəni görsənir. Saçda da duruşu çox gözəl görsənir. Belə. Bantik formasında olur. Saçda qalanda. Sifarişlərin içində axırıncı paketimizi açırıq. Bunun içində də anam üçün sifariş eləmişdik. Qara rəngdə olmalıdır. Qara rəngdə kardigan istəmişdi anam. Çünki burada anam biraz kilolu olduğuna görə tapmaq çətin olur. Kardigan yəni sevəndə, xoşlayanda burada tapmaq biraz çətin məsələ olduğuna görə, həm də vaxt baxımından işləyir deyə Temuda vurmaq da asan da olur bizə. Tut Fatimə bunu. Belə bu arxa tərəfidir. Yəni görürsüz, tüldür kardiganın arxası. Üstündə işləmələr var. Belə. Məncə çox gözəl görünür. Tülü də yəni keyfiyyətli tüldür. Yəni çox da nazik deyil. Məncə qalınlığı yaxşıdır. Bunu da Allah qoysa
anamın əynində şəklini çəkib videosunu göndərərəm. Yəni niyə əsasən anamın kargolarını açıram? Çünki bunu məndən tezliklə gözləyir. Mən bunları açıb göstərib, indi taksi ilə ona göndərməli olduğuma görə dedim tez videosunu çəkim, sizlərlə də bölüşüm. Həm də beləliklə ilk kargo açılımımızı etdik. Allah qoysa bəyənərsiniz. İnşallah gələn videolarda görüşmək diləyilə. Sağ olun. Yaxşı qalın. Kanalımızı bəyəndiysə abunə olun, like atın. Bye bye.